Salam əziz abituriyentlər. Sizinlə birlikdə bugün belə bir sualın izahına baxaq. Sualda deyilir ki, düzxətli bir yolda hərəkət edən cismin koordinat zaman qrafiki şəkildəki kimidir. Buna əsasən cisim 0-30 saniyə zaman aralığında nə qədər yol gedər? Biz baxsaq, görərik ki, qrafikə bizə koordinatın zamandan asılı qrafiki verilmişdir. Biz də bilirik ki, koordinat zaman qrafikində düz xətti izləməklə, yəni qrafikdə verilən düz xətti izləsək, görərik ki, bizə gedilən yolun uzunluğunu verir. Gəlin burada hissə-hissə aralıqlara baxaq. Baxırıq ki, ilk 0-10 saniyə aralığında cisim 20-ci koordinatdan 40-cı koordinata gedib. Deməli, cismimiz burada 20-dən 40-a gedibsə, bu hissədə cismimiz 20 metr yol gedib. İndi ikinci zaman aralığına baxsaq, 10 və 20 saniyə aralığında görərik ki, cismimiz 40-cı koordinatdan 30-cu koordinata gəlib. Deməli, cismimiz 30-dan 20-yə gəlib 10 metr yol gedib. Növbəti hissəyə baxsaq, cismimiz 20-30 saniyə aralığında cismimiz gəlib 30-cu koordinatdan 0-cı koordinata gəlib. Deməli, cismimiz 30 metr yol gedib. Ümumi baxsaq, 20, 10, 30, ümumi yolumuz olacaq 60 metr. Deməli, cismimiz 30 saniyə aralığında, yəni 30 saniyə ərzində 60 metr yol getmişdir.